Kənd işlərindən olan kartof əkimindən gec də olsa, biz də bu gün ailəlikcə başladıq. Biz kartof əkimini həmişə 2 ailə olaraq birləşib əkirik. Yəni qaynanamgil ilə biz. Doğrusu neçə ildir ki, artıq əkdiyimiz kartofun məhsuldarlığını görmürük, amma qonşudan geri qalmayıb bu gün də əkdik. Amma bu dəfə 2 fərqli toxumdan istifadə etdik. İnşallah ki, bu əkdiyimiz kartoflar yüksək məhsuldarlıq ilə bizə geri qayıdar. Arabada sürət rekordu qırmaq istəyən mənim zəhmətkeş qaynatamdır. Bu gün də biz gənclərin yanında olub bizə dəstək oldu. Həmişə işləmək olmaz, fasilə də etmək lazımdır deyib evdən gələnləri ilə süfrə açdım. İş zamanı təbiətin qoynunda içilən çayın dadı başqa olur. Bilmirəm çayım da bu dağ-dərədə harda polisi gördüsə, rəngi də qaçıb. Burada qaynatamın reaksiyasından da çayın vəziyyətini anlaya bilərsiniz. Hələ bu azmış kimi balaca civcivlərim də açdığım süfrə ətrafında gəlib hamıdan erkən oturublar. Sonda isə günün yorğunluğunu bizə bu balaca evimizə yeni gələn quzumuz unutturdu. Kəndin maraqlı günləri başladı. Əgər siz də kənd həyatını sevirsinizsə, belə videolar qarşıda tez-tez gələcək. Səhifəni izləməyə unutmayın. Allaha əmanət olun.